Böyük Britaniyada insan immun çatışmazlığı virusu infeksiyasının qarşısını almaq üçün yeni profilaktik inyeksiya istifadəyə verilib. İngiltərə və Walesda tətbiq ediləcək bu üsul hazırda gündəlik qəbul edilən preparatlarının yerini ala bilər. Hər 2 ayda bir vurulan inyeksiya insan immun çatışmazlığı virusunun orqanizmə keçməsinin qarşısını yüksək effektivliklə alır. Mütəxəssislər bildirir ki, bu yenilik virusun yayılmasına qarşı mübarizədə mühüm addımdır. Tabletlərin hər gün qəbul edilməsinin çətin olduğu insanlar üçün inyeksiya daha rahat və davamlı qorunma tətbiq edəcək. Səhiyyə rəsmiləri ümid edir ki, bu üsul xüsusilə risk qrupuna daxil olan şəxslərdə yoluxma hallarının xeyli azaldacaq. Pilot layihə uğurlu nəticələr verərsə, inyeksiya gələcəkdə bütün ölkə üzrə geniş tətbiq oluna bilər. Ekspertlərin fikrincə, bu addım insan immun çatışmazlığı virusu ilə mübarizədə yeni mərhələ açır və qlobal səhiyyə strategiyalarında da təsir göstərə bilər.